baxılır. Uşaqları qurd xəstəliklərindən müalicə etdirmək lazımdır. Qurd xəstəlikləri də çox maraqlıdır, çox geniş yayılıb. Şu an yaddaşını pozur, həzmini pozur, ya qəbizlik, ya ishal verir, yuxusunu pozur, saçını tökür, dəridə səpkilər əmələ gətirir, iştahını pozur. Qurd xəstəliklərinin eləsi var ki, məsələn, enterobiyoz. Uşaq səhərə qədər yatmır, fırlanır, hava işıqlananda səhər yuxuya düşür. Və yaxud da oturacağında qaşınma olur, güclü qaşınma olur, qoymur yatmağa. Əl oturacağında qalır. Və bir gecədə 8-12 min yumurta tökür. Təsəvvür edin. Yaxşı ki, əksəriyyəti onun məhv olur. Özdə yumurtanı hara tökür, oturacağın çıxacağına. Onu tədbir görəndə təbii o yumurtanı tökə bilməyən kimi uşaq yuxuya düşür. Səhər hava işıqlanda, gün çıxanda, günəş çıxmağa başlayan kimi o qurd daxil olur bağırsağın içərisində, uşaq yuxuya düşür. Valideyn fikirləşir, bu səhərə qədər yata bilmədi. Nə oldu birdən-birə səhər yuxuya düşdü? Yəni, səbəb odur. Eyni zamanda, təbii ki, askarida qurdu. Çox geniş yayılıb o da. O çox geniş yayılıb, çox ciddi fəsadları ola bilir. Bəzən bağırsağı deşə bilir, bəzən peritonu deşə bilir. Peritonu deşə bilir. Bəzən insanlar müxtəlif yerlərində inkişaf eləyə bilir. Yəni, bütün hallarda da onlar daha çox yumurta tökür. Bir gecədə 80-130 minə qədər yumurta tökə bilir. Xoşbəxtlikdən də onun çoxu məhv olur, cəmi kiçik inkişaf eləyə bilir. Bəzən deyir, ağzımdan yerə qurd düşdü, ay doktor, bu nə idi? Və yaxud da deyir, ay doktor, mən yata bilmirəm, elə bil qarnımda gəzir, hiss eləyirəm hərəkətini. Adamları arıqladır, yeməyə qoymur. Enterobiyozda səhər-səhər yeyə bilmir, uşaq günortadan sonra yeyir, günortaya yaxın. Sonra da doymur. Bu askaridada isə ümumiyyətlə yeməyə qoymur və adamlarda bəzən kəskin arıqlamaya gedir. Təbii immuniteti zəif adamlarda arıqlamaya gətirə bilir. Kök adamlarda çox hiss olunmur o. Bir də təbii ki, kəpənək qurd, lentvari qurd qırılır, düşür, xırda-xırda. Bəzən qırılıb düşməyəndə bağırsaq keçməməzliyinə qədər gətirib çıxara bilir. O ciddi fəsadlara gətirir, əməliyyata qədər gətirir, çıxarır. Orada da yenə də insanı zəhərləyir, həzm pozur, qəbizlik yaradır. Yəni, ümumiyyətlə, qurd xəstəlikləri çoxdur. Mən onların haqqında danışıram ki, onlar daha çoxdur.